Bax Qəmər. Hə. Bax kombilərdən deyirəm də mən. Kombi istəyirik də, kəndə evə istəyirik. Donuruq. Donuruq, soğuqdur. İntazı bir dənə xırda məsələ var, problem var. Onu aydınlaşdırım, sonra sənə deyəcəm nə istəyirəm. Valla yaxşı da yer, çox olanca qutar da. Ay qoşu. Nüş belə qala-qala. Bax, sana bir şey deyim. Ən çox sən sevinməlisən, bizdən çox. Bilirsən niyə? Ta canın qutar deyə üstüvə 3 dənə yorğan örtüb yatmaqdan. Lap istəyirsən üstü açıq yat, soyuq olmayacaq ha. Gecələr 5 dəfə gəlirdim, üstünü örtürdüm. Elə baxırdım, qoşu üstünü açar, soyuqlayar. Ta gəlməyəcəm, rahatsan, sevin lan ha. Valla biraz sevin də, nə olub sən? Sevinirəm, mənə xeyirli olsun. Hə, aldınız, çox sevindim həqiqətən. Ümumiyyətlə, hər də ümumiyyətlə pis hadisə varsa, həmişə bizim başımıza gəlir də. Valla fikirləşsin, bilərsən nöş belə oldu. Əşdə uşağın üstünə nəyə gedirsən? Uşaq neyləsin? Qoşqar, mən sənə bir söz deyim. Əgər övladın başına pis nəsə hadisə gəlirsə, ola bilər ki, valideynlərin ucbatından gəlsin. O da ola bilər. Atanın cəhdləri övladının səhvinə görədir. Qoşqar, bilirsən nə var? Yox, bizim nə səhvimiz var? Biz nə qayraq? Yox, dayanıram ki, keyfin pozulmasın. Amma, valla, Azad bizi öz məclisində görmək istəmirsə, bizim bunda heç bir günahımız yoxdur. Sən yaxşı. Bilirsən Qoşqar, niyə belə oldu? Deyim sənə bana. Niyə elə oldu? Bugün səhər-səhəri kəramətlə necə rəftar elədin ha? Və axşam o bizim qabağımıza çıxdı. Ümumiyyətlə, insanlarla yaxşı rəftar eləmək lazımdır ki, onlar da sənə qarşılığında yaxşı rəftar eləsin. Vəzifəsindən, kimliyindən, peşəsindən asılı olmayaraq hamından hörmətlə danışmaq lazımdır. Düzdür. Həyatda neynəsən qayıdır. Bumerangdır. Atırsan, qayıdır. Ona görə yaxşı əməllər görmək lazımdır ki, yaxşı işlər çıxsın sənin qabağıma. Nəysə, əsas məsələ qalıb qıraqda, biz görüb nəyi araşdırırıq. Mənim bu milanqaz xoşuma gəldi. Özə birin yox ha, ikisini alacam. Bizim otaq soğuqdur. Birini oraya qoyacam. Soğuqdur? Qarlı ilə bizim otağı, xəbərin yoxdur. Dizdən qar var idi səhər-səhər. Hətta şişirtmə. Dizdən döldü, hələ təzə başlamışdı qarlama. Təzə başlamışdı. Siz məni gecə yatızdırıb, özünüz gedib Antarktidara qarırsınız. Yox, hələ bizim otağımız oradan betərdi. Ağayya dönmüşük. Mən otağımda şərtdən pişirəm. Şimdi bildim də İmkan ver, onda biz də pişək, seç ay kişi. Milanqaz qəşəngdir. Milanqaz? Sonra canım səhətsin, Türkaz, bu da xoşuma gəlir. Amma milanqazı xoşum gəldi. Hə. Baxın, görə nə götürürük, nə inirik.